Salam değerli izleyiciler, kanalımıza hoş gəlmisiniz. Bugün sizinle milli şirniyyatımız olan Bakı paklavası hazırlayırıq. Bundan əvvəl, yəni keçən də sizinlə Bakı paklavasının hazırlanmasını paylaşmışdıq. Bilirsiniz ki, köhnə videolarımızda görüntü keyfiyyətsizdir. İzləyənlər də mənimlə razılaşarlar ki, izah çox dolğundur. Elə bil əsl bir master klassdır. Mən indi bu videoyu çəkməyə başlamamışdan qabaq köhnə videonu izlədim. Mənə ləzzət elədi. O qədər dəqiqliklə hər şeyi deyirik, göstəririk ki, inanmıram ki, YouTube-da ikinci belə bir video olsun. Çox dəqiqdir. Hazırlamaq istəyənlər üçün əsl bir master klassdır. Kündənin çəkisinə qədər, hazırlayacağımız sobanın tavasının ölçülərinə qədər hamısını deyirik. İndi də göstərəcəyik, indi də deyəcəyik, amma izləyicilərdən ki, narazıçılıqlar gəlir ki, çox danışırsan, videonun vaxtı uzundur. Ona görə də bu dəfə ola bilər ki, qısa-qısa dedim. Ona görə də sizə məsləhət görürəm ki, köhnə videonu izləyin. Onda sizə daha aydın olacaq. Deməli, paxlavanın birinci içliyi hazırlanır. Paxlavanın içliyi üçün bizə 600 qram qoz ləpəsi, 550 qram şəkər tozu, 550 qram şəkər tozu stəkan ölçüsü ilə, 200 qramlıq stəkanı 3 dolu 200 qramlıq stəkanla götürürsünüz və bunun üzərinə bir xörək qaşığı götürüb bir kənara qoyursunuz. Yəni ki, 3 dolu stəkanla bir xörək qaşığı əskik şəkər tozu, yəni 550 qram edir və bir çay qaşığı da üyüdülmüş hil. Deməli, biz belə bir soba tavasında eləyəcəyik. Bu tavanın ölçüsü 37-nin, yəni uzunluğu 37, eni 26 santimetrdir. Buna uyğun olaraq biz içliyi götürürük. İçlik üçün qozu qovurulub, azalcıq qovurmaq lazımdır. İstəmirsinizsə heç qovurmayın, vacib deyil. Amma belə qovuranda dadlı olur. Çıxan qabıqlarını təmizləyirik. Bir qədər qovrulmuş qozu badam maşınından keçiririk. Keçirim, sonra görüşərik. İçliyi üçün qozu çəkdik. Şimdi üzərinə şəkər tozunu əlavə edirik. Şəkər tozu 200 qramlıq stəkanla, 3 dolu stəkanla bir xörək qaşığı əskikdir. Bu da edir 550 qram. Yəni bir daha təkrarlayıram. Və içərisinə yarım çay qaşığı üyüdülmüş hil əlavə edirik. Hili özümüz üyütmüşük. Çox ətirlidir. Ona görə bunu çox əlavə etmək olmaz. Yaxşı-yaxşı qarışdırırıq. Artıq içliyimiz hazırdır. Üzərini bağlayıb bir kənara qoyuruq və xəmiri yoğurmağa başlayırıq. Xəmir üçün bizə 800 qram əla növ buğda. Əgər siz 1 kiloluq bağlamada almışsınızsa onu, ondan 200 qramlıq stəkanla bir dolu stəkan, bir də yarım stəkan götürün və qalanını xəmir yoğurmaq üçün istifadə edin. Yəni xəmir yoğurun. Həmin götürdüyünüz undan da bir qədəri urvalıq üçün istifadə olunacaq. 350 qram kərə yağı, əgər kərə yağı yumşalıbsa, əritməyə ehtiyac yoxdur. Əgər bərkdirsə, bir qədər əridib yumşaldın. 2 ədəd yumurta, 170 qram 10%li xama, satışda plastik stəkanlarda 10%li xamalar olur, ondan da əlavə edə bilərsiniz. O süd nə qədər apardıdır. Biz yarım stəkan götürmüşük 200 qramlıq stəkanla. İndi sonda nə qədər apardı? Adətən 3də 1 stəkan aparır. Nə qədər apardı onu sizə deyəcəyim. 5 qram yaş maya, quru mayadsa yarım silə çay qaşığı. Yəni bundan 3 dəfə az götürmək lazımdır. Qaşığın ucunda, çay qaşığının ucunda duz və bir çay qaşığı şəkər tozu. Bismillah deyib unumuzu əliyirik. Allah hamıya gözəl günlərdə pişirməyi və şirin-şirin yeməyi qismət eləsin. Bunu əliyəndən sonra şəkər tozunu və duzu əlavə edirik. Qarışdırıb
ortasında dərinlik yaradırıq. Həmin hissəyə yaş mayanı, xamanı, yumurtanı bir qədər çalıb əlavə edirik. Və kərə yağını. Və süddən bir qədər əlavə edirik. Çünki südü birdən-birə əlavə etmək olmaz. Çox olar. Diqqətlə əlavə etmək lazımdır. Orta hissədə əlavə etdiyimiz yumurtanı, mayanı, kərə yağını, südü bir-birini yaxşı qarışdırırıq. Maya həll olsun. Və xamanı. Onu unutmuşdum. Yaxşı-yaxşı qarışdırandan sonra kənarlardakı undan xırda-xırda həmin qarışığa əlavə edib xəmirimizi yoğururuq. Xəmirimizi yoğurduq, artıq hazırdır. Baxın, belə bir xəmir yoğururuq. Şəkərbıraq üçün yoğurulan xəmirdən yumuşaq olmalıdır. Ona nisbətən yumuşaq xəmir yoğururuq. İndi sizə nə qədər süd getdi, onu göstərmək istəyirik. Artıq mən stəkana tökmüşəm. Gördüyünüz kimi yarım stəkan süd götürmüşdük. Yəni yarım stəkan 200 qramlıq stəkandan. Bu qədər qaldı. Yarım stəkandan bu qədər südümüz qaldı. Ümumi xəmiri silindir formasına salıb hissələrə bölürük. Sizin üçün daha rahat olması üçün mən onu bu formada göstərirəm. Əvvəlcə 2 bərabər yerə bölürük. Ümumi 14 kündəyə bölürük. 14 kündənin ikisi iri olur. Digərləri isə ona nisbətən xırda olur. 2 kündə çünki alt-üst kündələrdir. Deməli 2 yerə bölürük. Dediyimiz kimi 14 kündəyə ayırırıq. Hər bir hissəni də 7 yerə bölürük. 7 kündədən birini iri edirik. Gördüyünüz kimi bu şəkildə birini iri edirik. İrilər 150 qramlıqdır, xırdalar isə 100 qramlıqdır. Əgər tərəziniz varsa bunu çəkə də bilərsiniz. Təxminən, yəni mən indi təxmini deyirəm. Keçən videoda elə olmuşdu. Bəlkə bu dəfə biraz bir qədər fərq oldu, amma təxmini o qədər olur. Kündəlik yığırıq. Xəmiri kündələdik, bir məcmenin içərisinə yığıb, üzərini örtüb, bir 15 dəqiqə sərin yerdə gözlədirik ki, özünü tutsun, rahat yaya bilək. Bu vaxta qədər biz qatları yağlamaq üçün 400 qram kərə yağını əridirik. Artıq yağımız əriyib, hazırdır, kənara çəkirik. Gündələrin bir qədərini soyududan çıxarıb işə başlayırıq. Bir yan tərəfə sobanın istini, ərimiş kərə yağını və bir qədər urvalıq üçün un qoyuruq. Yağı sobanın istinin içərisinə sərib yağlayırıq. Alt və üst kündələri digərlərinə nisbətən bir qədər qalın yayırıq. Yayanda çalışırıq ki, elə yayaq ki, sobanın tavasının ölçüsündə olsun. Yəni artıq kəsilməsin kənarları. Həm də ki, dörtgünc formada yayaq. Yaymanı yaydıq, amma birinci sobanın tavasına sərməmişdən qabaq tavanı yağlayırıq. Amma bir qədər çox tökürük yağını. Digər qatlara nisbətən tavanı çox yağlayırıq. Belə bir taxta qaşıq var, 4 qaşıq tökdük. Fırça ilə yayırıq.
və yaymanı tavaya səririk, yerləşdiririk. Kənarlarından əgər lazımdırsa bir qədər dartıb ölçüsünə çatdırırıq. Çox tələb olunmadı, elə demək olar ki, ölçüsündə yaymışıq. Həm də bu yayma bir qədər digərlərindən qalın olur. Və digər kündəni yayırıq. İkinci yaymanı da yaydıq. Bunu bir qədər nazik yayırıq. Yəni, çox nazik olmalıdır. Əgər fikir verirsinizsə, bir üzündən digər üzü görünür. Taxtanın izləri görünür və birinci yaydığımız, sərdiyimiz yaymanın üzərini yağlayırıq. İkinci qatı yağlayandan sonra bir dolu ovuc işçikdən töküb hər tərəfinə bərabər yayırıq. Yəni ikinci qatdan etibarən sonuncu iki qata qədər hər qatda içik tökürük. Və üçüncü kündəni yaymaqla işimizə davam edirik. Üçüncü kündəni də sərdik, yəni üzərini yağlayırıq və içikdən tökürük. Artıq 6-cı yaymanı səririk. Gördüyünüz kimi 5-ci kündədən başlayaraq hər dəfə yaymanı sərəndə, hələ yağlamamışdan qabaq əlimizlə basırıq ki, kənarlarını bu şəkildə düzəldirik və əlimizlə basırıq ki, bir-birinə sıxlaşsın, yaxınlaşsın ki, görüntüsü də yaxşı olsun. Yaxşı bu şəkildə hər tərəfini basırıq. Bundan qabaq da elə bu şəkildə eləmişdik. Kənarlarında artıq qalan yaymaları kəsib götürürük. Hər dəfə əgər artıq olsa, bizdə birinci kündələrdə artıq olmadı. Əgər artıq olsa, kəsib götürürük. Hər dəfə yayanda, sərəndə kəsirik. Sonra yağlayırıq, içikdən tökürük. Yağlayırıq. Artıq xəmirləri dəyərləndirmək üçün ondan mütəkkə hazırlamaq olar. Əgər qurudsa, bir-birinə birləşdirib yayıb, bir qədər süd qatıb yayıb, kəsib, ondan mütəkkə eləmək olar. İçərisinə ya krem çəkmək və yaxud da içlikdən varsa ondan çəkib hazırlamaq olar. O da dadlı olur. Bu 13-cü kündədir. Yayıb səririk. Artıq içiyimiz də qurtarıb. Gördüyünüz kimi içliklərimiz qurtarıb. Bundan sonra bizə içlik lazım deyil. Necə alt 2 kündəni bir-birinin üzərindən içiksiz sadəcə yağlayıb qoyduqsa, yuxarı 2 kündəni də elə edirik. Bunu da yaxşı-yaxşı əlimizlə basırıq ki, səliqəli olsun. Bir-birindən aralı qalmasın. Və kənarlarını kəsirik.
Mən bir şey də sizə demək istəyirəm. Əgər gördünüz ki, kənarlardan az da olsa çatmır, yamaq eləyə bilərsiniz. Bu şəkildə yamaq eləyə bilərsiniz. Artıq yerlərdən kəsib, çatmayan yerlərə yaxşı-yaxşı basırıq və yağlayırıq. Gəldik, çatdıq sonuncu kündəyə. Bu paxlavanın üst hissəsi olduğuna görə bunu elə səliqə ilə yaymalıyıq ki, hamar olsun. Üzərində az da olsa qırışı olmasın, qırışsız olsun. Ona görə onu mərdanə ilə yayıram. Lap üst kündəni də və kənarlarından artıq hissələri kəsib çıxarırıq. Kənarlarını səliqəyə salırıq. İndi əlimizlə bir qədər basıb sıxlaşdırırıq səliqələri. İndi kənarlarını çox az, təxminən bir barmaq qalınlığında hər tərəfdən kəsirik. Hətta bir barmaqdan da nazik. Ki kənarları hamar olsun, düz olsun. Bunu hər tərəfdən edirik. Bundan sonra ortada qalan hissəni 7 bərabər hissəyə bölürük gözəyarı. Evet, işarə edirik. İndi sıra gəldi kəsməyə. Baxın, bu formada ehtiyatla kəsirik. Uzunma istiqamətdə zolaqlar kəsəndən sonra bunları maili formada kəsib yenə də belə işarələyirik. Kəsib paxlava formasına salırıq və bu şəkildə kəsirik. Gördüyünüz kimi romb formasını alır. Sona qədər belə davam edir.
Gördüğünüz gibi bu şekilde kes. Paxlavanın üzeri için yumurtanın ağını sarısından ayrılıb. Bizə ancaq sarısı lazım olacaq. Çalıb paxlavanın üzerine çəkirik. Üzerini yaxşı yumurtalayandan sonra onun üzerine badam və qoz qoyuruq. Badamı uzunluğa istiqamətli 2 yerə bölürük. Qozu da eyni qaydada 2 yerə bölüb bu şekilde üzerlerine koyuruq. Çox təəssüf ki, yumurtanı çalandan sonra gələn kadrlar bilmədən çəkilməyib. Mən sonra fərq etmişəm. Həmin hissələr, yəni orada çətin bir şey yoxdur. Fırça ilə yumurtanın üzərinə çəkirik, sonra badamları və qozları düzürük. Bir dəfə izləyici demişdi ki, badamın qabığını soyun, amma badamın qabığını soyanda bizim elə xoşumuza gəlmədiyinə görə belə eləyirik. Siz istəsəniz soya da bilərsiniz. Tam hazırlayandan sonra bu şekilde bunu bir yarım saat gözlədirik. Paxlava gözləyənə qədər biz zəfəranı dəmləyirik. Bir qədər zəfəran əlavə edirik. Üzərinə qaynar su töküb ağzını bağlayıb dəmə qoyuruq. Zəfəranı dəmlədik. İndi isə paxlava hazır olandan sonra üzərinə tökmək üçün şərbət hazırlayırıq. Şərbət üçün 200 qramlıq stəkanla 2 stəkan şəkər tozu, elə 200 qramlıq stəkanla 1 stəkan su. Qazana əlavə edirik və qazanı ocağın üzərinə qoyub şərbət qaynara düşənə qədər bişirəcəyik. Bizə sonradan onun içərisinə əlavə etmək üçün bal və qaşığın ucunda limon duzundan istifadə edəcəyik. Hələ onlar gözləyir. Ocağın üzərinə qoyduq. Bunu çox qaynatmaq olmaz. Qaynara düşəndən sonra bir burum qaynadırıq və sonra yerdə qalan ərzaqları, yəni zəfəranı, bir xörək qaşığı balı və qaşığın ucunda limon duzunu əlavə edib götürürük. Gördüyünüz kimi qaynara düşüb. Bir burum qaynadırıq. Əgər üzərində köpükləri yığılırsa, onları yığıb atırıq. Və altını söndürürük. Balı, yəni altını söndürəndən sonra digər ərzaqları əlavə edirik. Zəfəranını və limon duzunu əlavə edirik. Artıq şərbətimiz hazırdır. Bir kənara qoyuruq. Yarım saat keçəndən sonra paxlavanı 180 dərəcəli sobaya veririk. Yarım saatdan sonra çıxarıb yerdə qalan, yəni əritdiyimiz yağdan arasını yağladıq. Nə yerdə qalıb, həmin yağı aralarına verəcəyik, yəni sobaya qoyacağıq. İndi sobaya aparırıq. Yarım saatdan sonra sobadan çıxartdıq. Kəsik yerlərindən bir daha kəsirik. Hər tərəfini təzədən kəsdik ki, yağ bütün qatlarına bərabər gedib çatsın. İndi yavaş-yavaş qalan yağı, yəni biz 400 qram yağ əritmişdik ki, arasını yağlamaq üçün. Həmin yağdan qalan yağı paxlavanın üzərinə veririk. Bu şəkildə yavaş-yavaş tökürük. Qalan yağı hər tərəfinə bərabər paylayandan sonra yenidən sobaya veririk, hazır olana qədər. Təxminən 20-25 dəqiqə pişiririk. Hazır olmağına 15 dəqiqə qalmış, sobadan çıxarırıq. Üzəri parlaq olmağına parlaqdır, amma daha da gözəl olması üçün, daha da parıltılı, şux olması üçün hazırladığımız şərbətdən fırça ilə üzərinə çəkirik. Hər tərəfinə çəkəndən sonra bir 15 dəqiqəliyə sobaya veririk, hazır olana qədər. Bunu eləməsəniz də olar, vacib deyil. Şimdi sobaya aparırıq. 15 dəqiqədə sobada saxladıq, pişirdik və çıxardıq. İndi elə isti-isti cərf kəsirik. Kəsirik ki, ola bilər pişən zaman xəmir də birləşsin. Şərbəti tökəndən sonra hər tərəfinə bərabər, bütün qatlara, hər tərəfə bərabər yayılsın.
Hər tərəfini kəsəndən sonra isti paxlavanın üzərinə şərbəti tökürük. Şərbəti tam canına çəkəndən sonra tavadan çıxarırıq. Sizə göstərmək istəyirəm. Qatları da qat-qatdır. Gördüyünüz kimi vərəq-vərəq. Yəqin ki, siz onu görürsünüz. Altı, üstü, hər tərəfi çox gözəl bişib. Gözəl ətri gəlir. Dadı da çox gözəldir. Və bu şəkildə tavadan yığırıq. Paxlavaları sobanın tavasından çıxarandan sonra bir məcməyinin içərisinə üz üstə düzürük. Bu şəkildə səhərə qədər qalır. Şərbəti tamamilə canına çəkir, şərbəti bərkiyir. Və səhərsi günü hara yığacaqsa üst-üstə yığırıq. Bu qədər. Bu da bizim hazırladığımız Bakı paxlavası idi. Bütün izləyicilərimizi Yel çərşənbəsi münasibətilə, dəyərli xanım izləyicilərimizi, analarımızı, bacılarımızı da 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirik. Sizə can sağlığı, xoş gün və sürələrinizin ruzu bərəkətli olmasını arzulayırıq. Əgər bu videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.